Herkese salam, yeni vlog çəkirəm və Yordayetdən ikinci dəfədir artıq diyet paket götürürəm və belə görsənir Kloko bugün ilk günüdür, 5 günlük götürdüm, qiyməti 125 manatdır 5 günlüyün, amma sizə deyim ki çox kömək olur. Gəlin çox gözlətmədən içində nələr var onu göstərim. İlk öncə bunu göstərmək istəyirəm ki, baxın çox qəşəng, həqiqətən də keyfiyyətli upakovkalılar, hər şey maraqlı. Girməyəcək içinə, belə deyək. Deməli, vilka qaşıq mütləq. Bəziləri işə gedir, bəziləri evinə sifariş edir. Ondan sonra smoothie saat 15:00-da. Hətta baxın çox qəşəngdir. Upakovkası da çox qəşəngdir, yəni qablaşdırılması. Səhər yeməyi saat 10'da olacaq. Səhər saat 10'da yeyəcəm, o indidən alacağım. Bilmirəm içində nə var. Bunu artıq yeməyi açıb baxanda görəcəyik. Ondan sonra saat axşam yeməyi saat 6'dadır, 18:00'da. Bircə dəqiqə bunu götürüm. Və nahar yeməyi də 13:00-da belə qablaşdırılmadadır. Yəni mən bilmirəm ümumiyyətlə içində nələr çıxacaqsa, artıq yeməyi yeyəndən sonra, açıb baxandan sonra sizlərlə bölüşəcəm. Bilmirəm işdə necə eləyəcəm bunu. Uşum belə görsənir naharım da. Deməli, nahar, səhər yeməyi və axşam yeməyi, saat 3'də də smoothie. Smoothie'də belə yəqin ki ayran olar. Çox maraqlı içindən nələr çıxacaq. Başladığım kilo isə 58 kilo 500 qram. Səhər yeməyini elə işdə yedim. Çox ləzzətli idi. Belə bir kaşa. Nahar yeməyi. Cəmilə. Doğrudan yaxşıdır. Смотри, püre, salatlar, yam. Günorta yeməyim də çox doyumlu və ləzzətli idi. Heç çörəyə ehtiyac yox idi. Bu arada çörək qoymurlar və mən soruşmuşdum ki, çay içmək olarmı? Demişdilər, xeyr. Axşam yeməyini də sizə göstərim. Düzü işdə tam olaraq ətraflı çəkə bilmirdim. Deməli, axşam yeməyi də budur. Bilmirəm necə bir şeydirsə, gəlin göstərim belə. Yəqin zapikankadır. Burada toyuq ətinə oxşuyur. Toyuqdur, bəli. Belə burada pendir və tərəvəzlər. Yəni hər kəsə nuş olsun. Mən də artıq acımışam. Həqiqətən saat 6'da da axşam yeməyi bunu yeyirəm. Sifariş elədiyim yer Yordayet azdır. Nömrələr də var, səhifələr də var. Və mənim ikinci günü yeməyim gəldi. Hər dəfə gəldikcə çox sevinirəm. Deməli, yenə, yəni belə qablarda da ona görə bilmirəm indi məsələn səhər yeməyinə olacaq, axşam və günorta. Əslində belə çox yaxşıdır. Həyəcanlanırsan ki, bu səfər nə gələcək? Yenə deməli qaşıq və vilka gətirirlər. Bu səfər belə plasmasdır. Ondan sonra gəlin də bunları götürüm. Aha, gəlin birinci soku göstərim. Sok və ya bilməm meyvə şirəsi, ya nə bilim nə. Burada saatı qeyd eləməyiblər, amma bunu saat 3'də içmək lazımdır. Bilmirəm nəlidirsə, yəqin vişnəlidir. Sonra deməli səhər yeməyi. Nəsə maraqlı bir yemək var. Ondan sonra bu axşam yeməyi nəsə ağırdır. Və nahar, günorta yeməyimiz. Bu da biraz yüngüldür. Çox səbirsizlənirəm əslində bunları yeməyə. Bir maraqlı olur da. Sizin yeməyiniz var, bilirsiniz ki yeyəcəksiniz, amma nə yeyəcəksiniz onu bilmirsiniz. Amma yediğiniz halda da arıqlayırsınız. Mən səhər kilomu ölçdüm. Cəmi 100 qram arıqlamışam. 58-500'dən 58-400'ə düşmüşəm. Belə bunlar da ikinci günün yeməkləridir. Bu da yanındakı vilka və qaşığı. Hər şey tam olsun deyə yazdıqları saatı belə saatda yemək yeyirəm. Sadəcə dünən biraz gecikdim çünki işdə oluram. Saat 11'in yarısı yeyirəm səhər yeməyini. Çalışacağım bu səfər ya tez yeyim ya da vaxtında yeyim. Ondan sonra naharı vaxtında yemişdim. Axşam yeməyində biraz 10 dəqiqə gecikdim, amma burada 6 yazıbdı. Onsuz da elə rovna 6'da yemirlər yəqin ki. Yəni baxacağam, bəlkə bunu saat 5'də yeyərəm. Yəqin ki çünki ağırdır. Görürsən içində nələr var. Açıb olsun indidən yemək istəyirəm.
Nəysə dözməyib bunu açdım, baxdım ki, nə var içində. Prosta yəni üstünü bağlayacağım, işte yeyəcəm. Yəni hər kəsə nuş olsun. Səhər yeməyim də belə dünən kaşa yedim. Çox ləzzətli idi. Bu səfər isə omletdir, üstündə kuncut. Çox sevirəm tvoruğu, yanında da 3 dilim xiyar və qoz da qoyublar. Yəni belə. Bunları sizlər üçün də ətraflı çəkirəm ki, siz də məsələn görərsiniz ki, səhər yeməyi belə gətirirlər falan filan. Mən də sonralar məsələn bu taktikalarla arıqlamağa çalışacağam. Bilmirəm saat 6-dan sonra yeyəcəmmi? Yəqin ki, saat 5-də yeyəcəm. Çünki bunların gətirdiyi yeməklər dietik yeməklər olur. Kalorilərini sayırlar və s. Məndə kalori sayma yoxdur deyə mən də yəqin ki deyəcəydim. Yəni 6-dan sonra yeməyəcəm, 5-dən sonra da yəqin 6-nın yarısı falan belə yemək yeyərəm, axşam yeməyimi. İşdə çəkiliş eləməyi həqiqətən utanıram. Ona görə tez bazar belə sizlər üçün çəkirəm ki, nələr var naharda və s. smuzi. Nahar da çox ləzzətli idi, bəyənmişdim və doymuşdum, həmçinin smuzi də. Və diyetimin 3-cü günü, inanırsınız o qədər səbirsizlənirəm ki, səhər yeməyini elə indicənə yeyəcəm. Nəyə görə? Çünki çox acam. Həqiqətən saat 10-a kimi gözləyə bilmirəm. İşdə başım qarışır və acıram. Ona görə elə səhər yeməyini indi yeyib işə gedəcəm. Bu arada smuzim, dünənki smuzi çox dadlı idi. Meyvə şirəsi, daha doğrusu sıxılmış meyvə idi. Çox dadlı idi. Bu da çox dadlı görsənir. İndi səhər yeməyini gəlin bir yerdə açaq baxaq, görək içində nələr var. Wow! Mənə nuş olsun, yəni hər kəsə də nuş olsun. Çox ləzzətli görsənir. Kakras səhər nəsə şirin bir şey istəyirdim. Mən gedim bunu yeyim, sizədən nuş olsun. Buz quşonkadır. İndi hər birisinin içinə belə əlavə edəcəm. Mandarin də 3 dənə qoyublar səhər. Çox bəyəndim. Su da götürdüm özümə. Bir də balaca qaşıq ki, bunları yaya bilim. İndi yeyəcəm. Baxın, ölçülərini də göstərim sizə. Bu arada mən dünən günorta yeməyimi 12-də, axşam yeməyimi də saat arası 4-5 arası yedim. Çünki ucu dözə bilmirdim, ac edim işdə. Və bugün də ölçürəm ki, artıq 57 kilo 700 qramam. 2 gün ondan əvvəl isə 58 kilo 500 qram idim. Ölçüsü isə bu qədər, 3 dənə birinci qoyulubdur. Belə lavaş kimi çevirdim. Zquşonka əlavə elədim. Çox ləzzətlidir həqiqətən də. Şiriniyyat istəyirdim, nəsə şirin bir şey istəyirdim. Yaxşı ki, bundan gətirdilər. Yoğurdaydı aza təşəkkür edirəm. O qədər şirin sevirəm ki, çox sevindim həqiqətən. Gedim indi bunu yeyim. Günorta isə dolma idi, çörəksiz və yanında tərəvəz var idi. Smuzi də içdim və çox doyumlu idi. Axşam yeməyi də həqiqətən ləzzətli idi. Bu yeməklərin hamısı bişmiş olur, yəni qızardılmırlar deyə arıqlamaq olur. Artıq 4-cü günümdür və səhər yeməyi də çox ləzzətli görsənir. İndi bunu tez isidib yeyəcəm. Mən əslində saat 10-da yemirəm, çünki işdə çatdıra bilmirəm. İşlə əlaqəli hər dəqiqə gedib səhər yeməyi, günorta axşam eləyə bilmirəm. Günorta yeməyimi indi səhər tez elədiyim üçün 1 saat əvvəl eləyirəm və axşamı da 1 saat daha əvvəl eləyirəm. Elə bir son yeməyimi saat 5-də, 4-də belə yemiş oluram. Günorta 12, amma heç bir təsir, yəni belə əks təsir olmadı. Çünki artıq 3-cü gündür ki, bugün səhər ölçdüm, gördüm ki 1 kilo 60-am rovna. 58-500-dən başlamışdım, 57-500-əm indi. İndi bunu tez istidəcəm, yemək yeyəcəm, yəni hər kəsə nuş olsun. Belə. Bu arada qar yağır, axır ki biz də qar gördük. Buna baxın, qara. Ay. Bu arada bu smetandı. 3 dilim xiyar qoyublar. Fikir verirəm ki, pomidor yox, iminə göy göyərtilərdən, yəni göy rəngdə nəsə xiyar, tərəvəz, belə bir şeylər qoyurlar. Bu da omletdir. İndi dadına baxacağım, sizinlə də bölüşəcəm və təbii ki, özümə su da götürdüm. Səhər-səhər su da yeməliyik. Daha doğrusu su içməliyik, yeməliyik yox. Ayda o qədər ləzzətlidir ki, bu doğrudan çox gözəldir. Bilmirəm, nə pişiriblərsə içində deyəsəm sosiska da var. O belə pendir də var, yumurtalı nəsə, belə zapikanka oxşuyur.
çox ləzzətlidir. İndi smetanla da bir yerdə yeyəcəm. Yəni hər kəsə nuş olsun. Bu isə mənim günorta yeməyim idi. Həqiqətən makaron istəyirdi ürəyim və smuzimi də görürsünüz. Bu da ləzzətli idi. Bir yerdə smuzi ilə içdim. Videonu o qədər gec montaj eləmişəm ki, qarlı hava idi, amma artıq mən bunu montaj eləyəndə Novruz bayramıdır, mart ayıdır. Buna görə üzrlü sayın ki, belə gec oldu həqiqətən də. Bugün qısa iş günü idi deyə artıq evə tez gəldik. Hava soyuq idi deyə bir öncəki kadrlardan da sizlər üçün biraz qarı çəkdim. Hava buzdur deyə evə gəldik. İndi mən axşam yeməyimi sizə çəkmək istəyirəm. Bu da mənim axşam yeməyim. Yəni burada nələr var? Gəlin bir yerdə baxaq. Bu nədir? Yəqin nəsə kotlet kimi bir şey. Bir də bunun adı nədir? Qarabaşaq, bəli. Qreçka qarabaşaq. Siz necə deyirsiniz? Bizim də öz dilimizdə qarabaşaqdır. Mən prosta rus sektoruyum deyə həmişə qreçka demişəm. Bir dənə bu qara baxın. Fokus olsa, baxın necə yağır. İşte mən gedim indi yeməyimi yiyeyim. Artıq bugün də 5-ci gündür. Bu arada mən 1 kilo atmışam 3 gündən. Bu çox yaxşı bir nəticədir. Daha doğrusu bugün 4-cü gündür. Sabah isə sonuncu 5-ci gün olacaqdı. Mən yəni tam olaraq sizə onu da deyim ki, saat 10-da, 1-də və saat 6-da qeyd elədiyi saatlarda yemək yemədim. Mənə rahat olan saatlarda yedim. Yemək gələn kimi saat 8-də yedim. Səhər yeməyimi sonra saat 12-də gün orta, bir də saat harsa 4, 5-in yarısı 5-də belə axşam yeməyi. Yəni 6-ya saxlamadım. Yəni beləliklə də yəni arıqladım. Bu da mənim axşam yeməyim bol-boldur, doyacağım. Yəni hər kəsə nuş olsun. Sabah sonuncu gündür, heyslənirəm. Amma neysə, biraz bahadır deyə düşünürəm. 5 günə 125 manat. Kilom isə 4 günə 57-500 oldu. Herkese salam. Artıq kilomu gördünüz. 4 günə 1 kilo attım. 58-500-dən başlamışdım. 57-500-ə düşdüm. Və əslində bugün də mənə diyet paketi gətirəcəkdilər. Çünki 5 günlük sifariş eləmişdim. Sadəcə hava ilə əlaqəli kuryerlər işləmir. Bunun məlumatını verdilər. Yəni mənim sonuncu gün yeməyim birinci gün gələcəkdim. Amma ona kimi də ac qalmayacağım ki. Ona görə özümə bir dənə bütöv lavaşı, yəni böldüm 2 yerə. Bunların hər birisinin içində tvorog var, kəsmik, duzlu kəsmikdir və şirin çay. Bunları yeyəcəm. Rəm nəsə çoxdan da olsa şirin çay istəyirdi. Bunu yeyəcəm, yəni hər kəsə nuş olsun. Mən də istədim ki, yəni birinci günə kimi elə, birinci günə kimi sizə çəkim. 2 gün ərzində bu aralıqda nə yeyəcəm. Sonra da birinci günün tam elə sonuncu gündə da çəkim. İkinci günü də artıq ən son nəticəmi göstərəcəm. Amma onu qeyd edeyim ki, yəni 4 günə də 1 kilo az deyil məncə. Yaxşıdır, çox yaxşı nəticədir. Əslində düşünürəm ki, bu 1 kilo mənim yağ deyildi. Yəni bu əlavə ödəmdir, nə bilim sudur yığılan bədəndə və s. Bu da mənim günorta yeməyim. Düzdür, belə baxanda qızartmadır, kartof qızartması. Sadəcə porsiyası azdır. Biraz turşu, bir də kəsmik var. Lavaş da qoymuşam belə. Bunu yeyəcəm. Axşama da baxacağım nə yeyə bilərəmsə. Yəni hər kəsə nuş olsun. Əslində düşünürəm idman eləyim. Bəlkə də sabah çıxıb gəzəcəm. Bugün bəzi işlərim var kompüterlə bağlı. Onları görəcəm, evdə oturacağım. Çatdıra bilsəm gün ortaya çıxıb gəzəcəm. Çatdıra bilməsəm sabah gəzəcəm. Birinci günü də Your Diet az nə göndərib onu da çəkib sizlər üçün paylaşacağım. İkinci günü isə artıq 8 gün olur da 5-6 7. Hə, bəli, 8 gündən sonraki nəticəmi sizlərlə bölüşəcəm. Yəni 4 gün ərzində amma 1 kilo attım. Bu da çox yaxşıdır. Çalışacağım ki, qoruyum bu balansı. Düşüm 56-ya, 55-ə, 54-ə, sonra oradan sonra rahat olacaq. İstəyirəm haradasa 48-49-da artıq dayanım.
Həmin vaxtlarda hava çox pis idi, qarlı idi, buzlu idi deyə kuryerlər işləmirdi və mənim yeməyim birinci günü yox, ikinci günü gəlmişdi. Bu isə mənim səhər yeməyimdir. Sizlər üçün onu qeyd edeyim ki, yeməkləri həqiqətən çox ləzzətlidir, doyumludur. Gün ərzində səhər, günorta, axşam yeməyi yersiniz, aralıq smuzi içirsiniz və onu da qeyd edeyim ki, 5 günlük qiyməti bu paketin 125 manatdır. Fərqlidir, siz 14 günlük və ya 1 aylıq da götürə bilirsiniz. Onu da qeyd edeyim ki, 4 gün ərzində 1 kilo attım. Dediyim kimi bunlar ödəm idi, ona görə də tez getdi. Amma Yordayet sağ olsun köməklik elədi və mən arıqlaya bildim. 1 kilo da olsa arıqladım. Əslində yaxşı olardı ki, 1 aylıq paket götürərsiniz. Sadəcə mənə görə qiymətlər sərfəli deyil və əslində imkan varsa niyə də sifariş eləmək olmasın. Bu cəhətdən yaxşıdır ki, siz səhər, günorta, axşam yeməyinizi artıq hazır şəkildə sizə gətirirlər, siz də yeyirsiniz və beləliklə arıqlayırsınız. Amma həm yemək, həm də hərəkət olsa daha yaxşı olar. Mən Yordayeti bəyənirəm. İkinci dəfədir ki, artıq sifariş eləyirəm və bu sifarişi öz pulumdan edirəm. Yəni ki, qətiyyən reklam deyil. Sadəcə mən bir blogerdə görmüşdüm. Unuttum hansı blogerdə və gördüm və bəyəndim, istədim sifariş eləyim. Nəticəni sevdim. Ona görə də sifariş elədim və pis də nəticədə deyiləm. Ümid edirəm ki, bu videomu bəyəndiniz. İzlədiyiniz üçün həqiqətən təşəkkür edirəm. Bu vlogu bir aydan sonra paylaşıram və o vaxtlar artıq qarlı hava idi. Bu qədər, hələlik.